Salam əziz şagirdlər. Bu video izahımda 9-cu siniflər üçün buraxılış imtahanı ayın tarixi burada göstərilib. Növbəti buraxılış imtahanı sualların izahını paylaşacağım. Vaxt itirmədən keçək sualların izahına. Birinci sualda daxili bucaqlanınca 1980 dərəcə olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapın. İlk növbədə biz bilməliyik ki, qabarıq çoxbucaqlının daxili bucaqların cəmin düsturu. Hansı düsturdan hesablanır? 180 dərəcə vurulsun n-2. Daxili bucaqlarının cəmi bu olan 1980. Tərəflərin sayını, yəni eyni soruşur bizdən. 1980 bunlar ixtisar getsə, deməli 198-i 18-ə bölsək 1, 18, 18-də 1. n-2 bərabərdir 11, n bərabərdir 13. Tərəflərin sayı olur 13. A variantı. 2-də. Perimetri 56 cm olan üçbucaqların tərəflərindən ikisinin uzunluğu 17, 14 olarsa üçüncü tərəfini tapın. Belə deyək də, məsələn, ikisinin uzu 1.17'dir, 1.14. Üçüncü tərəfini tapın. Sadə sualdır, deyək ki, 17 üstə gəlsin, 14 üstə gəlsin. A bərabərdir 56. 31 üstə gəlsin, A bərabərdir 56-ya. A da bərabərdir 5, 2, 25. Düşünmürəm ki, bu sualda kimsə çətinlik çəkir. Tənliyin böyük kökünü tapın. Bu tənliyi həll etmək üçün ortaq məxrəcə gətirməliyik. Deməli, x plus 1 və x plus 3 ortaq məxrəcdir. Bunu da vururam mən x plus 3-ə, bunu da vururam x plus 1-ə. Bu olur x plus 3, üstə gəl x plus 1 bərabərdir 12-də 5. Sonra buranı açsam, bax bu ifadəni açsam, olur belə x kvadrat üstə gəlsin 3x, üstə gəlsin 2x, üstə gəlsin 3. Və çarpaz vursam, çarpaz vursaq belə, deməli 5-i, bax bu hissəni çarpaz olaraq bunu buna vururuq, 12-ni də bu hissəyə vururuq, onu da 12-ni 5'i x kvadratına vuranda 5x kvadrat üstə gəl. Bu 3x'in üstünə x gələn 4x. 5'i də 4x'e vuranda 20x üstə gəl 15 bərabərdir. 3'ün üstünə 1 gələn 4, x'in üstünə x gələn 2x. 24'ü 2x'e vuranda 24x üstə gələnsin. 3'ün üstünə 1, 4, 48. Sonra bu hissəni keçirəm bu tərəfə. 5x kvadrat çıxılsın 4x çıxılsın 48'dən 15 çıxanda 33 bərabərdir 0-a. Tənliyin böyük kökünü soruşur bizdən. Tənliyi diskriminantı tapaq. Deməli, d bərabər b kvadrat çıx 4a-sı üstə gəl 4 kere 5 20, 20'nin 2 3 6, 2 3 6 660, 676. 676 neyin kvadratıdır? 25'in kvadratı 628'in kvadratıdır da məncə. 28'in kvadratı deməli. 28'in kvadratı deyil. 676, 26'nın kvadratı. Deməli, x1 böyük kökünü istəyirsə 4 çıxılsın. Üstə gəlsinə baxaq da bizə. Bizə çıxılsına ehtiyac yoxdur. Böyük kök sorusu. 26 bölünsün. 2a, 2 kere 5, 10. 4'ün üstə 26 gələndə 30. 30'u da 10'a böləndə 3. Böyük kökü olur 3. Belə. Keçək 4-cü suala. Tənlilər sisteminə x, y hasilini tapın. Belə. Belə. Aha.
Təhlil sistemindən x, y hasilini tapın deyir. Biz buradan y həll eləsək, y bərabərdir 9'da 6 x, bu da ixtisara geçsə 3'ə, 3'də 2x. Onda belə çıxır ki 2x bərabərdir 3y. X 3k, y 2k. Gətirib bu tənlikdə yerinə qoysam, deməli 3'ü y-yə 2k qoyanda 3'ü 2'yə vuranda 6k, üstəgəl 5'ü 3'ə vuranda 15k bərabər 21, k bərabərdir 1. K'nı tapdıq. K 1'dirsə buradan 3'dür, buradan 2. 3 vur 2, 6. Cavab eləyir B variantı. 5-ci sualda bu xəttin mən davamın bu formada uzaldıram. Belə. Belə. İndi bu hissə 110 dərəcədirsə, bura olur 70 dərəcə. Bu hissə 150'dirsə, bu da 150 dərəcədir. Onda bura olur 30 dərəcə. Deməli burada 70, 30, 100, onda x bucağına qalır 80 dərəcə. Olur E variantı. Tənliyini həll edin. Aha. Yerinə qoysaq x plus 9, x plus 10, x plus 11. 57. X 3x beraber 9'un üstüne 10. 19. 19'un üstüne 11. 30. 27. X 9. Olur A variantı. İfadesini sadələşdirin. Y x'dən böyükdür, x də 0'dan. Deməli, hər ikisi müsbət ədəddir. Bizə lazımdır nə? Burada şərt lazımdır. Orada x bərabər 9 yazaq. Biz bilirik ki, modulun içərisi müsbət olanda olduğu kimi açılır, mənfi olanda qarşısına bir dənə mənfi atırıq. Əgər y x-dən böyük bir ədəddirsə, məsələn, tutalım ki, 5 böyükdür 4-dən. Burada müsbətdir, burada müsbətdir, olduğu kimi açırıq. Onda olur yuxarı belə. Y çıx x, çıx, qabaqda mənfi yenə y çıx x bölünsün 8, bölünsün mənfi 9-a, y-lər getdi. Qaldı mənfi 2x bərabərdir mənfi 70, 2'ye x bərabərdir 36. Nə deyir burada? İfadəsini sadələşdirin deyir. Y-lər gedir. X 36. İfadəsini sadələşdirin deyir. Bunun ardı yoxdur, sonu yoxdur, nədirsə sualın. Ola bilsin köçürüləndə səhv köçürülüb sual ora. Çünki x 36 çıxır. Başqa nə çıxır? Heç nə. Müsbət olduğu kimi çıxır. Digəri yenə sıfırdan böyükdür. Kiçik deyil ki. Heç nə. Bu elə x 36. Başqa orada heç nə tapmaq. X 36'dır. İfadəni sadələşdirsə başqa heç nə verməyib. Keçək 8-ci sualya. İfadə ədədinin neçə sadə böləni var? 11, 29. Neçə sadə böləni? Bax, sadə vuruq deyim. Sadə vuruq, sadə bölən onun üstə eyni şeydir. Bu da sadədir, bu da sadədir. 2 dənə sadə böləni var. İfadəsinin qiymətini tapın. 3 üstü, kök altını 8, kök altını 2'ye vuran, kök altını 16 eləyir. Bu da 3 üstü 4 eləyir, 3 üstü 4 eləyir, 81 A variantı. 3 ardıcıl cüt natural ədədin cəminin 80%-i buna bərabərdir. Böyük ədədi tapın. 3 ardıcıl cüt natural ədədin, cüt natural ədədin. Məsələn, birincisi 2-dir, ikincisi 2'nin üstə gəl 2'dir, o ardıcıl. Üçüncüsü də 2'nin üstə gəl 4. Ardıcıl cüt natural ədədlərdir. Ədədin cəminin 80%-i. Bunun cəmi nədir? 6'nin üstə gəl 6. Cəminin 80%-i 100,8'e beraber böyük ədəd tapın. İndi buradan biz eyni tapaq. 86 ilə vuranda deməli 6 kere 8 48 480 in üstə gəlinsin. 480 bərabərdir
100,8'i 100'e vursam, yanına 2 0 gələrəm, bu tərəfə gedər, olar 1008. Düzdürmü? Yanına 2 0 gəlib, bir vergül qoysam, 10.080. Bəli. 10.080. İndi 10.080'den çıxsam 480'i 9600 480 n bərabərdir 9600 n bərabərdir. Bunu da 480'e bölsəm 20. Böyük ədədi tapın. N 20'dir. Onda biri 40'dır. Biri 42'dir. Biri de 44. Böyük olur 44. Funksiyasının ordinatı 3 olarsa absisini tapın. Yəni ordinat nə deməkdir? Y bərabər 3. Gətirib burada y-in yerinə 3'ü qoyacağım. 3 bərabərdir 5x çıx 17. 20 bərabərdir 5x, x bərabərdir 4. A variantı. İfadəsində sadə 3b-ni 2b-yə vuranda 6b kvadrat. Üstə gəlinsin 3b. Çıx 6b kvadrat üstə gəl 8b. 6b kvadratda get 3b üstə 8b 11b. Qarşılıqlı tərs ədədlər cütünü göstərin. Qarşılıqlı tərs nə deməkdir? Ümumiyyətlə tərs ədədlər nə deməkdir? Biri birinə vuranda hasili 1 olsun. Əks ədədlərin cəmi 0 olsun. 2-də 1'i 1'ə vuranda 1 eləməz. Bu qarşılıq tərs deyil, bu da qarşılıq tərs deyil. Bu 5'də 2 vur, 2'də 5. Bu qarşılıqlı tərs cavab olur C. O mərkəzli bucaq BDA. BDA 70 dərəcə olarsa BOD-ni soruş. Bu BDA söhbət bu bucaqdan gedir. Bura 70 dərəcədirsə söykəndiyi qövs bu 70 dərəcədirsə bunun xassəsində nə deyirdi? Söykəndiyi qövs onun 2 mislinə bərabər olur da. Məsələn, bunun söykəndiyi qövs onun 2 mislinə bərabər olur. Deməli, bu əsnəqəsə şəkil onu tam göstərmir. Söykəndiyi qövs onun 2 mislinə bərabər olur 140 dərəcə. Onda BOD olur 140 dərəcə. 15'də K üstəgəl B-ni soruşur. Funksiyanın KX üstəgəlsin B. Tənliyin yazaq. Məlum məsələ ki, xətti funksiyanın bu gördüyün 3 sərbəst həddidir. Yəni B-si 3'dür. Bəs K-nı necə tapaq? K-nı da funksiyanın bax bu x-in qiymətidir, bu da y-in qiymətidir. Ona uyğun tapaq. Məsələn, x-in yerinə 3 qoyanda y 0 olur. Bax burada bu xəttdə 3'də y nə olur? 0. 0 bərabərdir 3k üstə gəl B-nin yerində də 3'dür. K'sı nə oldu? -1. Vəssalam. -1 üstə gəl 3 bərabərdir 2. Bunun parçalardan da həll eləmək olur. Məsələn, x bölünsün A, y bölünsün B bərabərdir 1 tənliyindən. Bunların parçalardan da həll eləmək olur. Burada məsələn x bölünsün A-nın yerinə 3, B-nin yerinə 3, 1. 3'də x üstə gəlsin y bərabərdir 1, x üstə gəlsin y bərabərdir 3, y bərabər 3 çıx x. Bax, B-si tənliyim elə bil ki budur. Bax, tənliyim y bərabərdir 3 çıxılsın x. Deməli, K-sı -1'dir, B-si də 3'dür. B-yə də belə tapmışıq da, yəni. Burada da belə tapmışıq. Bax, işarə eləyirəm. Görürsünüz? Burada da belə tapmışıq. Yəni, əgər bu hissəni, bunu bilmirsinizsə, yəni yenə də sıxıntı yoxdur burada. Başqa cürdə tapa bilərsiniz. Bu formada mən yazdığım kimi. Yan səthinin sahəsi olan kubun tam səthinin sahəsini tapın.
Baxın. Söhbət kubdan gedir. Yan səthi AA. Deməli, bir yan səthi 2, 3, 4 dənə yan səthi var kubun. Bir yan səthi A kvadratdırsa 4'ü 4A kvadrat. 40 deyil. Onda A kvadrat 10. Ümumi bir yan səthi kubun tam səthin sahəsi o yuxarı oturacaqları deyək də. Məsələn, bax bu hissə ilə tutalım ki, bu hissə ilə bu hissəni toplamalıyıq axı. İkisi de burada var da. 40 üstə gəlinsin 10, 20 bərabərdir 60. Üçəlçinin vuruqlarından biri x plus 3 olarsa m üstə gəl n cəmini tapın. Deməli, vuruqlarından biri əgər ümumi mx kvadrat çıxılsın nx üstə gəlsin 21. Vuruqlarından biri x plus 3'dürsə, deməli, x bərabərdir mənfi qiymətində, bax bu tənliyi, x'in mənfi qiymətində bu ifadəni sıfıra çevirəcək qiymət. Çünki vuruqlarından biri nədir? Mənfi 3. Tutalım ki, belə deyim də sənə. X kvadrat çıx 5x üstə gəlsin 6 bərabərdir 0. Bu tənliyin kökləri nədir? 2, 3. Məsələn, x çıx 2, x çıx 3. Məsələn, burada 2 və 3 bu tənliyi neye çevirir? Sıfıra. Eyni bir şeydir. Ona görə x'in yerinə mənfi 3 qoysam, nə olur? 9m üstə gəl 3n üstə gəl 21 bərabərdir 0. Belə. Sonra 9n bəli. Sonra m üstə gəl n cəmini istəyir bizdən. Buradan 9m üstə gəlsin 3n bərabərdir mənfi 21. 3m üstə gəlsin n bərabərdir 7. Burada prosta m üstə gəl n cəminin soruşmağı biraz maraqlıdır ki, vuruqlarından biri budur. Vuruqlarından biri budursa, məsələn, tənliyin kökləri x1 vur x2 deyək ki, 21 bölü m'dir də. Bir kökü mənfi 3'dür. Vur x2 bərabər 21 bölü m. Buradan x2 bərabərdir mənfi 7 bölü m. N plus m cəmi. Deməli uşaqlar, buradan biz x bərabərdir mənfi 3 kök 7 onsuz da. Buradan m bərabərdir mənfi 7 çıxılsın 3m yazsaq, bu formada mənfi 7 çıxılsın 3m. Bizdən nə istəyir? M üstə gəl n-i. Deməli, mənfi 3'ə böldük. Bəli, düzdür. Mənfi 7 üstə gəl m-i mən gətirib m üstə gəl n-dən n-in yerinə mənfi 7 çıxılsın 3m qoysam, ifadəm olar belə. Mənfi 7 çıxılsın 2m. Bu belə. Cavab oldu mənfi 7 çıxılsın 2m. Bu da bir söz nətərdir? Bu da ümumi olaraq m'in və ya n'in nə olduğunu göstərmir bizdən. Ona görə orada sıxıntı yoxdur. Sonra keçdik 18-in ifadəsini sadələşdirin. Məsələn, c'lər gedər. Buradan da a'lar gedər. 5'dən də 10 gedər. Qalar belə 2 a, yuxarıda da qalar b. Belə. Hipotenuza çəkilmiş hündürlüyü 4 kök 2 olan bərabər yanı düzbucaqlı üçbucağın. Deməli, bərabər yanlı düzbucaqlı üçbucaq. Hipotenuz 4 kök 2-dirsə, burada 4'dür, burada 4. Düzbucaqlı üçbucağın sahəsini tap. S bərabər 2'də 1 vur 4 vur 4. Bunlar getdi 2, 2'də 4, 8. İbrahim və Vüqar 6 mərtəbəli
binaya liflə birinci mərtəbədən minirlər. Onlardan hər biri ikinci mərtəbədən başlayaraq düşə bilirlər. İkisi də dördüncü mərtəbədə düşmə hadisəsinin ehtimalını tapın. Maraqlı sualdır. 6 mərtəbəli bir binamız var. Tutalım ki bizim 1, 2, 3, 4, 5, 6 mərtəbəli bir binamız var. Yuqarı 6 mərtəbəli binaya liftdən birinci mərtəbədən minirlər. Onlardan hər biri ikinci mərtəbədən başlayaraq düşə bilərlər. İkisinin də dördüncü mərtəbədə düşmə hadisəsinin ehtimalını tapın. Onlardan hər biri ikinci mərtəbədən başlayaraq düşə bilirlərsə, biz belə fikirləşək ki, Vüqar tutalım ki, ikinci mərtəbədən düşürsə, Vüqar üçün neçə hadisə var? Vüqar burada da düşə bilər, burada da düşə bilər, burada da düşə bilər, burada da, burada da. Vüqar üçün 5 hadisə var. Bəs İbrahim üçün də eyni ilə İbrahim üçün də 5 hadisə var. Yəni ümumi olaraq mümkün halların sayı. Deməli biz buradan belə başa düşürük ki, yəni bunların hər ikisi üçün ümumi ehtimalın düsturu nədir? PA bərabərdir. Əlverişli halların sayı bölünsün mümkün halların sayı. Məsələn, Vüqar üçün bu 5 mərtəbənin birində düşə bilirsə, ehtimal nədir? 5'də 1. Bəs İbrahim üçün ehtimal nədir? O da 5'də 1. Bunların hər hansı bir mərtəbədə, 4-cü mərtəbədə düşmə hadisəsinin ehtimalını soruşmur bizdən. Bunların hər hansı bir mərtəbədə düşmə ehtimalı ümumi olaraq da biri-birindən asılı hadisə deyil. Yəni tutalım ki, Vüqar ikinci mərtəbədə düşdü, İbrahim orada düşə bilməz. Belə bir hadisə yoxdur. Çünki binaya liftdən birinci mərtəbədə onların hər biri ikinci mərtəbədən başlayıb düşə bilər. Deməli, ümumi olaraq 5'də 1 vur 5'də 1 cavab ilə 25'də 1. 25'də 1. Kvadratın tərəflərinin orta nöqtələrini birləşdirməklə ikinci kvadrat alınır. Bu kvadratın xaricinə çəkilmiş. Bax, kvadratın tərəflərinin orta nöqtələrini birləşdirməklə fikirləşək, bunlar orta nöqtələrdir. Belə. Bu kvadratın xaricinə çəkilmiş kvadrat alınır. Bu kvadratların xaricinə çəkilmiş çevrələrin radiuslarının kvadratların nisbətini tapın. Aha. Bax, bu kvadratın xaricinə çəkilmiş çevrənin radiusu nəyə bərabərdir? Diaqonalın yarısına. Bəs bu kvadratın xaricinə çəkilmiş çevrənin radiusu nəyə bərabərdir? O da öz diaqonalın yarısına. Aha. İndi burada mən belə başa düşürəm ki, tutalım ki, mən böyük kvadratın tərəfinə 4 versəm, onda diaqonal nə olur? 4 kökdə 2. Böyük kvadratın xaricinə çəkilmiş çevrənin radiusu olur 2 kökdə 2. Düzdürmü? Böyük kvadratın tərəfi 4'dürsə, kiçik kvadratın tərəfi yarısı 2, 2, 2 kökdə 2. 2 kökdə 2 tərəf olursa, diaqonal olur, deməli, vur kökdə 2, eləyir 4. Düzdürmü? 4, vur 2, 8, 8, bəli, olur 4. 4'ün yarısı 2, yəni R kiçik, radius olur 2. Bu kvadratdan xaricinə çəkilmiş çevrələrin radiuslarının kvadratların nisbətini tapın. Deməli, burada böyük və ya kiçik sözün deməlidir. Xaricinə çəkilmiş çevrələrin radiuslarının kvadratı. Yəni ki, R böyüyün kvadratı bölünsün R kiçiyin kvadratı. 2 kökdə 2'nin kvadratı 4 vur 2 bölünsün 4. Bunlar 7 cevap qaldı 2. Vahid ilk önce kitabın 40%'ni, daha sonra ise 5%'ni okudu. Sonraki gün ise qalan 110 səhifəni okudu. Kitab neçə səhifəsi var? Deməli, Vahid ilk önce kitabın 40%'ni. Biz fikirləşək ki, kitabın X səhifəsi var. Bu adam
birinci 40%'ni, yəni 0,4%'ni oxudu. Oxudusa çıxmalıdır. Sonra isə 5%'ni oxudu. Daha sonra 5%'ni oxudu. Qalanın 5%'ni kitabın, qalanın demir ki, çünki burada qalanın 110 səhifəsini deyir. Daha sonra 5%'ni oxudu, yəni 0'dan %5 Sonraki gün isə qalanın 110 səhifəsini oxudu. Onsuz da qalan budur da. Onsuz da qalan budur. Burada ne dəyişir ki? Heç nə dəyişmir. Qalanın 110 səhifəsini oxudu. Çıx 110. Çıx 110. Kitabın neçə səhifəsi var? Belə deyək də, biz ümumi kitabın neçə səhifəsi var deyir. Ümumi olaraq bu adam 0,4x'ini oxuyub, sonra 0'dan %5x'ini oxuyub, sonra isə 110 səhifəsini oxuyub. Deməli, kitabın neçə səhifəsi var? Sonra isə sonraki gün qalan 110 səhifəni oxudu. Deməli, belə deyək ki, bunları oxuyandan sonra 110 səhifə qalıb. Onu demək istəyir. Bunları oxuyandan sonra 110 səhifə qalıb da. Çünki bu adam 40%'ni oxudu, daha sonra 5%'ni oxudusa 110 səhifəsi qalmış olur. Deməli, biz ümumi olaraq bunu tapsaq. Deməli, 1'dən 0,4'ü çıxsaq və bundan da 0'dan %5'i çıxsaq, 0'dan %55 x bərabər 110, sonra 110'u da 0'dan %55'e bölsək, 55'e olur 200 səhifə. Kitabın deməli 200 səhifəsi var. Şəns oldu. A birləşmə B ən çoxu neçə ola bilər? Burada bir məsələ var. Bax, birləşmə ən çoxu neçə ola bilər deyir. Yəni şərt deyil ki, belə olsun. Şərt deyil belə olsun. Bu belə də ola bilər. Məsələn, belə də ola bilər, belə də ola bilər, belə də ola bilər. Başa düşdünüzmü? Ən çoxu deyirsə, olsun belə. Problem var, yoxdur orada. Onda belə çıxır ki, A'da 8 element var, B'də 6 element var. Birləşməsi ən çox 14 ola bilər. Aşağıdakı fikirlərdən hansı doğrudur? Əbob C-A C-B, C vur Əkob A-B-yə bərabərdir. Belə bir şey doğrudur mu? Doğru deyil. Əkob AB böl Əbob AB, A böl B-yə. Bu da doğru deyil. Əkob AB bu doğrudur. Əkob ABC, Əkob AB, C Əkob, belə bir şeydə doğruluğunu yoxlamaq lazım. Bu məsələn yerinə qoyub ifadəni yoxlamaq lazım, amma düşünmürəm ki, o da doğru olar. Hansı doğrudur? 3. Belə. Suallar bitdi. Və sabahları uşaqlar. Canlı açacağım. 6-cı günü demişəm də saat 9'da onu işləmiş. Canlı olacaq və canlıda artıq demək olar ki, dimin son buraxılışın izahını verəcəm. 01.05.2022 bundan 2022 bitir və nəhayətində keçirik biz 2023'e. Belə. Sağ olun uşaqlar. Uğurlar sizə.